Sizinlə çox dadlı yaşıl mərcimək şorbasını bölüşürəm. Bunun üçün bizə lazımdır 1 stəkan yaşıl mərcini. Üzərinə çıxacaq qədər su əlavə edib bir müddət qaynadırıq. Sadəcə çox qaynatmağa ehtiyac yoxdur. Biraz qaynasa yetərlidir. Bir soğanı götürürük, xırda-xırda doğrayırıq və qazanımıza yağla birlikdə əlavə edib qoyuruq qızarmağa. Zövqə görə duru yağdan da istifadə edə bilərsiniz. Mən çalışıram ki, sulu yeməklərdə kərə yağından istifadə edim. Burada da gördüyünüz kimi mərcimiz artıq qaynayır. Mərcimizi qazdan götürüb kənarda saxlayırıq. Qapağını da örtürük və soğanlarımız da gördüyünüz kimi qızarır. Üzərinə də soğanların belə bir kökü rəndədən keçirilib əlavə edirik və birlikdə qızarırlar. Bundan sonra duz əlavə edirik və pomidor da əlavə edirsiniz. Bir qaşıq da tomat əlavə edib birlikdə qovururuq. Mən yaydan saxladığımız pomidordan istifadə etdim. Bundan sonra isə mərciləri də süzərək üzərinə əlavə edirik. Suyunu mən qatmadım. Yaxşı olar ki, suyunu əlavə etməyəsiniz. Bundan sonra da ürəyinizdən keçən ədviyyatları əlavə edib və bir qaşıq da un əlavə edərək qarışdırırsınız. Bir müddət qovrulduqdan sonra da suyunu əlavə edə bilərsiniz. Çox dadlı bir yemək alınır. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Əgər reseptimi bəyəndinizsə, videonu bəyənib kanalıma abunə olmağı da unutmayın. Hələlik.